Yazdığım ilk vaxtlarıydı. İndiki ağlım olsa yazmazdım, axmaq idim. Elə ilk səs yazmam 2013 martın 3-ü. Rasim o qədər əziyyət çəkdi, amma trek bərbad idi. Həvəsdən düşdü bütün qrup, bircə mən düşmədim. Təbii ki yox idi o vaxt indiki qədər düşmənim. Sadəcə yazmaq istədiyimə görə də həmişə yazdım. Heç vaxt sonunda məşhur olacağımı düşünmədim. BPM-ə daxil oldum 2014-ün martı. Bu mənim ilk uğurum olmuşdu və zor idi hər şey. Və sonra indi yanımda olan qardaşları tanıdım. Lütferlə ilk albom inanın nol idi hər şey. Sıfırdan başladıq və bu zibilə can qoyduq. Dəstək olmurdu o vaxt az rap səhifələri. Yuxsuz vers yazmaqdan gözlərə qan doldu. Elə dəstək olmamaqları da mənə çox sərf elədi. Qalxmadım fit hesabına ya liqa dəstəyi ilə. Gəlirdi 200-300 baxış o mənə bəs eləyirdi. Ta dibinə inmişdim bu işin məsləyim mən. Ən adi treklərimdə belə o vaxt fəst eləyirdim. Bir ilə 3 albom elədim və ikisi tutdu, biri partladı. Siz mənə nəyə dayanaraq əziyyətdən danışırsınız? Hər rapper olub maşın az rap elə biz apravkadır. Cinqadı ilə 2 il əvvəlki sürətimlə yarışırsınız. Battle atmağımın səbəbi deyil tərzin dəyişməsi. Bütün gün quruzda inan real battle yazmaq olmur. Dünənin yavşağı bugün egolu olub dəyişməsin. Çoxlusun işi qalxdıqca ayaq altın qazmaq oldu. Son bir ildə biosdayım və hər şey gedir yaxşı sözü rap cəhətdən şəxsi həyat darmadağın. Adam elədiyim rapperlər bugün olubdu mənə qarşı və sonda anlayırsan mənası yox qalma qalın. Hər şey silərəm mən bir ovuc xoşbəxtlik üçün. Rapə görə dəyməz inan kimisə itirməyə. Ruhu ölmüş aşıq olarmı de heç xoşbəxt bir gün. Bəlkə rapdə itirsəm həyatda itirmərəm. Ey yo Bios Records Slayer S9 2017 Aha